Ha, deməli, Güvən test toplusu 2024 5.2 8. Nə deyək, dəmir oksigenə nələrə gəlmiş maddədən elementlərin kütlə nisbəti 7-nin 3-ədir. Dəmirlə oksigenin birləşməsi. 7 nisbət dəmirdir, nisbətlər, kütlə miqdarı. 3 nisbət oksigen, yəni hər 7 qram dəmirlə 3 qram oksigen birləşir. Dəmirin bir atom kütləsi nədir? 56. 7-ni bölürsən 56-ya, oksigenin kütlə nisbəti 3-ü bölürsən 1 atom kütlə 16-ya. İxtisar apar, 56-da 7 nisbət, 16-da 3. Hər tərəf neçəyə bölünür? Burada hər tərəfi 8-də bölürsən 7-yə, 8-də 1 bölək 16-da 3. Buradan da tərsinə çevirsən hər tərəfi, ya da burada kəsin hər tərəfi 16-ya vursan, burada qalacaq 2, 8-də 1 16-ya vur 2, 16, 3, 16-ya vur 3. Yəni birinci nisbət, dəmir nisbəti ayağında 2, oksigen nisbəti ayağında 3. Nə alındı? Ferum 2 olur. Bizə nəyi soruşur? Bu maddənin bir tam kütləsini, ferum 2 O3-ün, yəni dəmir 3 oksidin hesabla molyar kütləsini. 2 dəmirin kütləsi 2 dəfə 56, 2 vuraq 56, üstə gələr. 3 oksigen də 3 vuraq 16, 48, 48, 12, 160. Tam kütlə nə qədərdir? 160 qram tam kütlə. Yer var. Sonra növbəti. Hansı qaz eyni şəraitdə havadan yüngüldür və keyfiyyət tərkibi C2H2-dir? Keyfiyyət tərkibi C2H2-də hansı elementlərdir? Karbon və hidrogen. Karbon və hidrogen olanları saxla, qalanları sax. Aynən C variantı. Və havadan yüngül qaz nəyə deyilir? Molyar kütləsi 29-dan kiçik olan. Hansı qazın bir tam kütləsi molyar kütlə 29-dan kiçik olarsa havadan yüngüldür. C2H6-nın bir tam nə qədərdir? 30 qram ilə. Bunun CH4-ün bir tamı 16 qram. Hansının kütləsi 29-dan kiçikdir? Bəli. Cavab olur C variantı. Orada 2 bölü 3-ü niyə yazmışıq? Kütlə nisbətlərindən ən son gəlirik nisbətə. Ən son aldığın nisbətlər atom sayı nisbətlər. Yəni orada 8-də 1 bölü 16-da 3 idi. Çevir. 8-də 1, bura 3-də 16. Bunlar getdim 2 bölü 3. 2 bölü 3. Sonra. 19-da tərkibində 48% küşürd olan X2S3 maddəsinin birləşməsinin kütlə nisbətlərini hesabla. Balaya da saxla. Kütlə nisbətləri bərabərdir faiz nisbətlərinə. 48% küşürdürsə, yerdə qırılsa faiz X-dir, 52. Elə 52-nin 48-də nisbəti bərabərdir bunların kütlə nisbətlərinə. Faizdən nisbəti bərabərdir kütlə nisbətlərinə. O da bərabərdir 2X-in 3S-in kütlə nisbəti. Bu nisbət neçə eləyir? Hər tərəfi neçə bölüyorlar? 6-ya böləndə 7 dəfə 6, daha doğrusu 4-ə böləndə. 4-ə böləndə 13, elə 48 4-ə böləndə 12. 13-12 nisbət. Yəni faiz nisbəti hesabla bərabər kütlə nisbəti. Növbəti. 20. Elementimiz X-dir. X-in nisbə atom kütləsi 4A-dır, Y-in nisbə atom kütləsi A-dır. Və bunların birləşmələr, əmələ gətirdiyi birləşmədə X-in Y-ə olan kütlə nisbəti neçədir? 8-in 1-ə. Eyni şey var. X, Y, X-in verilən kütlə nisbəti 8-də, bax, 8 sayıdır. X-in kütlə nisbətini böl nisbə atom kütləsi 4A-ya, Y-in kütlə nisbətini 1-i bölürsən A-ya. Buna nə qalır? Deməli, 4A-da 8, nisbət 1 bölə ya. Hər tərəf A-lar gedirlər, 8 bölək 4, 2, 2-ni 1-ə. Deməli, birinci elementimiz ayağı 2-dir, ikinci elementimiz isə Y-in ayağı nədir? 1 yazılır. Nə alındı? X2, Y. Sonra. 26. Dəvr kimi yoxdur. CH2 bu neçədir burada? Plus 2-dir, hə?
CH2 plus 2 maddəsində tərkibində karbonun kütlə payı nə qədərdir? 80. 80% karbonsa, yerdə neçə faiz hidrogendir? 20%. 20% də hidrogendir, hidrogen. İndi gəl baxaq, 80% karbon, 20% də hidrogen, burada insan. Burada deməli, 1 karbon neçə qramdır? 12. N karbon 12. 12N'in 80% olarsa, 1 hidrogen nə qədərdir? 1 qram. 2N plus 2 qramdır. Hidrogen ayarında say qramdır. 2N plus 2 bıraq 1. 2N plus 2. 2N plus 2 sayda hidrogen neçə faizdir? 20%. 12'nin 80%'dir 12'nin. 2N plus 2 də 20%'dir. N'in qiymətli hesabla. Çarpaz vur. 12N bıraq 20 bərabərdir. 80 vurulsun 2N plus 2'ye. Hər tərəfini bölək 20'ye. 20'ye böləndə 12N bərabərdir. 20'ye böləndə 4 vurulsun 2N plus 2. Buradan da 12N bərabərdir. 4 dəfə 2 8'in. Üstə gələk neçə? 8. Kesin tərəfə 4N bərabərdir 8. N də bərabərdir 2 ilə. N'in qiyməti 2. N'in qiymətinə 2 qoy. CH2 plus 2. C2 H neçə? H6 ilə. N2 qoyanda 2 dəfə 4 plus 2 6. C2 H6'nın 1 tam kütləsi nə qədərdir hesabla? Molyar kütlə. 30 qram. Ayısı. Tamam. Yer var. Dövlət. Sonra axıradan da üstür. 34. 36. Tamam. 34'də 3s2x'dir, Y-in qısa elektron formulu isə 2s2p3'dür. Hansı qüvvətli metal, hansı qeyri-metaldır? Yaxşı, heç yoxdur. 3s2'ye kimi topla. Elektron sayı neçə eləyir? Kodlaşdırmazdır. 3s2'ye kimi. 12. X'in sıra nömrəsi 12, proton sayısı 12, elektron sayısı 12. Y 2s2, 2p3'e kimi topla. 7 ilə. Y-in də 7 protonu, 7 elektron var. Deyir ki, hər iki elementin nüvəsindəki proton sayısı neutron sayına bərabərdir. Yəni 12 proton X-dəsə də neutron sayısı 12. Atom kimsə deyir 24. Y-in də 7 proton, 7 neutron 14. X3, Y2 maddəsi bu elementlər birləşəndə X3, Y2 maddəsi alınıbdır. Y-in kütlə payını. Burada neçə Y var? 2 Y var. 1x'in kütləsi 24'dür, 3x'imiz 3 qıraq 24, 1y 14'dür, 2y 2 qıraq 14. Cəmi hesabla molyar kütləni. 72 qoy eləyir, bu da 28. Cəmi eləyir 100 elə. 100 qram maddənin içərisində nəyi soruşur? Y-in kütlə payını. Nə qədər y var? 2y. Onda omega faiz 2y-in kütləsi bölünsün, cəmi kütlə x3, y2 vurulsun 100. O da bərabərdir. 2y-in kütləsi 2 qıraq 14, 28, bölünsün cəmi kütlə 100, vurulsun 100. Neçə edir 28? Deməli 28%dir. Y-in kütlə faizi cəmi kütlə 100 axı. 100 qramdan tapdıq ki 28 qram y-dir də burada. 2,28 edir. Onda çevirsən faizə. Qaldı 36. Yaxşı, baxarıq onunla. Onu götür. Salam. 5-10 dönücü götür. 5-10 dönücü. Tənəffüs elə.